Bu videoda 9-cu sınağın izahına baxacağıq. Sınaq izahına gecikmədən başlayaq. Dalğa uzunluğu sındırma əmsalı ilə tərs mütənasib aslında. Onda belə yazacağıq. Birinci mühitdə dalğa uzunluğu 720 bölünsün 3 olacaq. Bu eləyir 240. İkinci mühitdə isə dalğa uzunluğu sındırma əmsalı 2-dirsə, onda lambda 0 2 dəfə azalmalıdır. Yəni 720 bölünsün 2. 360. Belə. Onda 360-dan 240-a çıxıram. Bu da eləyir 120. 120 nanometr artmış oldu. Birincidən ikinciyə keçəndə. Deməli, şüşənin qalınlığına biz əgər D desək, D bərabər VT yazsaq, V-nin yerinə S böl N qoysaq, bu şəkildə, indi burada məndən müddət istəyir. T bərabərdir, dN bölünsün S. S işıq sürətidir, o sabitdir. D də ki, həmin o şüşənin qalınlığıdır da, o dəyişməyib ki. Onda zaman sındırma əmsalı ilə mütənasibdir. İndi biz elektromaqnit dalğaları şkalasını xatırlayırıq. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Yuxarıdan aşağı doğru getdikcə sındırma əmsalı artır. İndi bizə lazımdır daha gec çatsın, zaman çox olsun. Bu o deməkdir, sındırma əmsalı çox olmalıdır. Qırmızıda yox, narıncıda yox, sarı, yaşıl, mavi, göy, bənövşəyidir də. Bənövşəyinin sındırma əmsalı çoxdur. Gec olacaq. Maksimumlar şərti delta D bərabərdir 2K lambda böl 2. Yarım dalğa uzunluğunun cüt misilləri. Burada K'ya 1 desək, olacaq lambda. Yəni delta D bərabər lambda. K'ya 2 versək, delta D bərabər olacaq 2 lambda. 3 versək, olacaq 3 lambda. İndi bunun da lambda qədər artıranda, tutaq ki, lambdanı lambda qədər artırdım, eləyəcək 2 lambda. 3 lambdanı götürdüm, lambda qədər artırdım, bu da eləyəcək 4 lambda. Bunlar yenə də onsuz da maksimumdur da, yəni interferensiya mənzərəsi dəyişmir, yenə də maksimum şərti alınır. Bu yanlışdır. Spektrin interferensiya maksimumunun tərtibi artar. Hə, bayaq 3 lambdaydı, indi 4 lambdadır. İndi delta D bərabər K lambdadır, bayaq 3 idi, K indi 4'dür. Yəni tərtib artacaq. Azalmır, artır. 1 ilə 3 doğrudur. İki mühiti ayıran sərhəd üzərində səthin normalını çəkirik. Səthin normalı sətə perpendikulyar olur. Əgər mühitin sərhəddinə düşmə bucağı alfa, sınma bucağı qammадırsa, deməli, alfa da qammadan çoxdur. Deməli, bu düşmə bucağı, bu isə sınma bucağı. Alfa, qamma. Şərtə görə alfa qammadan çoxdur. Sinus alfa bölünsün sinus qamma bərabərdir. N2 bölünsün N1. N2 ikinci mühitin sındırma əmsalı, N1 birinci mühitin sındırma əmsalıdır. V1 bölünsün V2, lambda 1 bölünsün lambda 2. İndi əgər alfa qammadan çoxdursa, onda sinus alfanın qiyməti sinus qammanın qiymətindən çox alınacaq və bu nisbət 1-dən böyük olacaq. Belə çıxır ki, N2 də N1-dən çoxdur. Yəni ikinci mühitin sındırma əmsalı birincidən çoxdur. Tutaq ki, birinci mühit havadır, ikinci mühit isə sudur. Havanın sındırma əmsalı 1-dir, suyun sındırma əmsalı 1/2-dir. Deməli, N2 N1-dən çoxdur. Bu səhvdir. N2 N1-dən çoxdursa, lambda N-dən tərs asılı olduğu üçün, deməli, lambda 2, lambda 1-dən, yəni lambda 1 çoxdur. Eləcə də V1 çoxdur. Lambda necədirsə V də o cür olur. Bir mühitdən digər mühitə keçəndə tezliklə period dəyişmir. Bu yanlışdır. Doğru cavab 2 və 3. Burada havadan suya keçən işıq şüasının yolu göstərilmişdir. Deməli, maksimumlar şərtində P-nin cüt misilləri olur. Minimumlar şərtində isə P-nin tək misilləri olur. Deməli, burada biz K-ya 1 versək, olacaq 2P.
2 versək olacaq 4 pi. 3 versək olacaq 6 pi. Pinin cüt misilləri olur. Burada biz k-ya 1 versək, onda olacaq 3 pi. 2 versək olacaq 5 pi. 3 versək olacaq 7 pi. Yəni ki, pinin tək misilləri olur minimumlarda. İndi 4 pi idisə, cüt misli olduğu üçün burada maksimum alınır. 5 pi idisə, tək misli olduğu üçün deməli minimum alınır. Dalğa uzunluğu onsuz da eyni olmalıdır. Yekun rəqslərin amplitudu azalır. Amplitud azalırsa minimumlar şərtində azalır, çıxılır axı. Ancaq maksimumlar şərtində artır, çünki orada toplanır. Üçüzlü şüşə prizmada işığın dispersiyası baş verdikdə qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi. Yuxarıdan aşağı doğru getdikcə tezlikdə çoxalır. Sındırma əmsalı da çox olur. Onda belə çıxır ki, birinci doğrudur. İkinci səhvdir. Dalğa uzunluğu əksinə azalır. Yəni, dalğa uzunluğu böyük olan işığın sındırma əmsalı kiçik olmalıdır. Tezliyi böyük olan işığın sürəti daha böyükdür. Yox. Sürətdə dalğa uzunluğu kimi azalır. Yəni ki, tezliyi böyük olanın sürəti daha kiçik olmalıdır. Amma dalğa uzunluğu böyük olanın sürəti də böyükdür. Yəni, yuxarıdan aşağı doğru getdikcə tezlik, sındırma əmsalı artır, sürət və dalğa uzunluğu azalır. 1, 4, 6. İşıq şüası əgər bir cins mühitə düşsəydi, onda bax bu şəkildə gedərdi. İndi burada sınıb normala yaxınlaşıb və müəyyən qədər məsafəsi var. Həmin o məsafəni necə artıra bilməyimizi axtarırıq. Demək, əgər biz dalğa uzunluğunu artırsaq, onda sındırma əmsalı azalacaq, işıq daha az sınacaq. Və həmin bu məsafə də azalacaq. Amma bizə lazımdır ki, bu məsafə artsın. Şüşənin qalınlığını artırsaq, onda bu məsafə artacaq. Şüşənin sındırma əmsalı daha böyük olan şəffaf mühitlə əvəz etsək, sındırma əmsalı artanda daha çox sınacağına görə və yenə də həmin bu məsafə artacaq. 2 və 3. Aha, gördüyünüz kimi burada biz dalğa uzunluğunu artırdıqca bucağa fikir verin. 16.7 amma əvvəl məsələn 16.5 idi. Artırdıqca bucaq artır. Deməli, burada üçüncü cisim 2 qat fokusdan uzaqda yerləşib. Onun xəyalı alınacaq F ilə 2F-in arasında. İkinci cisim isə F ilə 2F-in arasında yerləşib. Onun xəyalı alınacaq 2F-dən uzaqda. Üçüncü isə F-dən kiçik məsafədə yerləşib. Bax, onun xəyalı güzgünün arxasında alınacaq. İndi yoxlayırıq. Deməli, paralel gələn şüa fokusdan keçir və optik mərkəzə şüanı göndəririk. Təbii ki, bunlar kəsişmir və bu şüaların uzantıları kəsişir. Cismin xəyalı burada alınır. Cisim güzgünün səthindən yuxarı doğru hərəkət etdikcə, onun xəyalı da elə bil ki, bu istiqamətdə həmin sürətlə hərəkət edir. Ona görə də əks istiqamətdə hərəkət etdiklərinə görə onların nisbi sürəti toplanır. Ancaq ki, cisim şaquli yuxarı hərəkət edir. Şaquli yuxarı hərəkət yavaşlayandır. Çünki ağırlıq qüvvəsi aşağı təsir göstərir, cisim isə yuxarı atılmışdır. Ona görə onun get-gedə sürəti azaldığından nisbi sürət də get-gedə azalır. Başlanğıcda 20-dir və 20-dən 0-a qədər azalacaq. T qalxma da bərabər V0 bölünsün J'dir. 10 bölünsün 10, o da edir 1. Burada 1 yaza bilərik. Şüalar tor təbəqəsindən uzaqda kəsişib. Qüsur uzaq görmə qüsurudur. Yəni ki, fokus məsafəsi çoxdur. F-i azaltmaq lazımdır. Ona görə də optik qüvvəni artırmaq lazımdır. Müsbət optik qüvvəli bir eynək istifadə etmək lazımdır.
Delta D bərabərdir 2K lambda bölü 2. Delta fi bərabərdir pi vurulsun 2K. Delta D bərabərdir 2'ləri ixtisar edib K lambda yaza bilərəm. Və birinci maksimum şərtidir və ikinci C variantı. Cisimdən xəyala qədər məsafənin linzadan xəyala qədər məsafəyə nisbətini hesablayın. Bu toplayıcı linzanın 6-cı halıdır. D kiçikdir F. Paralel şuanı göndəririk, fokusdan keçir. Mərkəzə də şuanı göndəririk və bunlar kəsişmir. Bunların uzantıları kəsişir. Ona görə də xəyal mövhümü alınır. Və bu lupada istifadə olunur. Cisimdən xəyala qədər olan məsafə bu məsafədir. Bu məsafəni tapmaq üçün xəyal məsafəsindən cisim məsafəsini çıxmaq lazımdır. Xətti ölçüsü 2 dəfə böyük alınıbsa, deməli xəyal məsafəsi 2D'dir. Minus cisim məsafəsi D'dir. Xəyal məsafəsi 2D'dir. Bu da alınır 1/2, yəni 0,5. Yollar fərqi 1,5 lambdadır. Aha. Onda bu olacaq lambda bölü 2 vurulsun 2K plus 1. Bu da bərabər 1,5 lambda. Lambdalar gedir. 2K plus 1 bərabər olur 3'ə. 2K bərabər olur 2'ye. K da bərabər olur 1'ə. Fazalar fərqi isə pi'nin tək misilləridir. Yəni ki, delta fi bərabər pi vurulsun 2 vur 1 üstəgəl 1. Bu da eləyəcək 3 pi. Delta D bərabərdir 2K plus 1 lambda bölü 2. O da bərabər 15. 2K bərabər 4. K da bərabər olacaq 2. Burada minimumdur. 15'i 6'ya böləndə, yəni 2,5. Bu da 10,5 misildir. Yəni minimum şərtidir, maksimumda olmur. Əgər siz orada yazsınız ki, K lambda bərabərdir 15, lambdanın da yerinə 6 qoysanız, K'nı kəsir alacaqsınız. K da kəsir olmuş. D sinus fi bərabərdir 2K lambda bölü 2. D'nin yerinə də L böl N yazacağım. Maksimum dediği üçün sinus 90 dərəcə götürürəm. Bərabər edirəm. Lambda vurulsun K'ya. Burada məndən N'i soruşur. L'i lambda K'ya bölmək lazımdır. Uzunluq 10 üstü mənfi 3'dür. Millimetre metrə keçiririk. Dalğa uzunluğu isə 400 vurulsun 10 üstü mənfi 9'dur. Nanometre metrə keçiririk. 20 yanında da 2 dənə 0. Bu da olacaq 1000 böl 2. Yəni ki 500. D bərabər K lambda. K'nı da buradan tapsaq D böl lambda. Tərs mütənasib asılıdır. Amplitudlar eyni olmalıdır deyə bir şərt yoxdur. Maksimumda toplanır, minimumda çıxılır. 1 böl 2D, xətti böyütmə 2D, 2 dəfə böyüdülmüş xəyal alınır. 1 böl D bərabər olacaq 5'ə. Ortaq məxrəci gətiririk. 3 böl 2D bərabər 5. FD'nin tərsidir də, yəni ki 5'də 1'dir. 10'da 2 deməkdir. Cisim məsafəsi isə 10'da 3'dür. Yəni DF-dən çoxdur. Xəyal məsafəsi cisim məsafəsindən 2 dəfə çox olmalıdır. 3 bölünsün 10 vurulsun 2. Bu da eləyəcək 6 bölünsün 10. Və bunları cəmləyirik. 6 üstəgəl 3. Bu da eləyir 9 bölünsün 10. Biz cavabı metrlə almışıq, santimetrlə istəyir. 100'ə vurmaq lazımdır. 90 verəcək bizə. Təpici linzadan söhbət gedirsə, mənfi 1 bölünsün modulda F bərabər olacaq 1 böl D minus 1 böl modulda balaca F. Xəyal mövhümü alınır çünki təpici linzada və fokusu da mövhümüdür. Deməli, mənfi 1 bölünsün F bərabər olacaq 1 böl F minus 1 böl F. Bu da bizə verir 2 bölünsün F.
Alırıq f bərabərdir, f bölünsün 2. Yəni xəyal məsafəsi foksun yarısıdır. Cisim məsafəsi isə foksa bərabərdir. Onda xətti böyütmə f böl d ilə tapılır. F bölünsün 2-ni f-ə böləcəyik. Bu da eləyəcək 2-də 1. Həmçinin böyük h bölünsün balaca h da 2-də 1-ə bərabər olmalıdır. Onda belə çıxır ki, balaca h bərabər olacaq 30 vur 2, yəni 60. Bura yazırıq alfa 2. Bura olur alfa 1. Burada alfa 1-dir. Güzgüdə düşmə bucağı qayıtma bucağına bərabər olur. Burada alfa 1-dir, onda burada alfa 1-dir. Bura isə alfa 3-dür. İndi bucaqları müqayisə eləsək, ən çox alfa 2-dir, sonra alfa 3 gəlir, sonra da alfa 1 gəlir. Sındırma əmsalda bucaqla tərs asılıdır, onda n1 böyükdür n3, o da böyükdür n2 olmalıdır. Bunu belə yaza bilərik də. D bölünsün df üstə gəl f bölünsün df. Burada d'lər, burada da f'lər ixtisar gedir, qalır 1 böl f üstə gəl 1 böl d. Bu da 1 bölünsün böyük f'dir. Optik qüvvəni verir bizə. 22-ci sual. D variantı. Burada cismin xəyalı tərsinə alınıbsa, deməli toplayıcı linza yerləşmişdir. Tərsinə xəyal həqiqi olur. 1 doğrudur. Məfhumi yanlışdır. Səpci yox. Səpcidə düzünü alınır. Linza AB aralığındadır. Hardadır? İndi yerini tapaq. Xəyalı qursaq, deməli paralel gələn şüa fokusdan keçir. Optik mərkəzə gələn şüa belə gedir. Belə çıxır ki, elə linza B nöqtəsində yerləşib. Belə. Cisim toplayıcı linzada 1.5 f-də yerləşəndə xəyal 3 f-də alınır. Və ona görə də böyük h bölünsün balaca h bərabərdir. F böl d yazaram. 3f bölünsün 1.5 f. Bu da bizə 2 verir. Onda 50 bölünsün h bərabər 2-dirsə, h da bərabər olacaq 25. Xəyal məsafəsini 120 cm veriblər. Deməli, xəyalın hündürlüyü bölünsün cismin hündürlüyü bərabərdir. Xəyal məsafəsi bölünsün cisim məsafəsi. Bu da bizə 2 verir. Deməli, D bərabər olmalıdır 60 cm. Linzanın fokus məsafəsini hesablayın. Onda yazırıq 1 bölünsün 60, üstə gəl 1 bölünsün 120 bərabərdir 1 bölünsün f. Ortaq məxrəcə gətiririk. Buradan da f alınır 120 bölünsün 3. 40 alınır 40 cm. Maksimumlarda delta D bərabər k lambdadır. Bu səhvdir. Fazalar fərqi pi-nin cüt misilləridir. Yəni 1 ilə 3 doğru cavab. Deməli, burada xəyalın hündürlüyünün cismin hündürlüyünə olan nisbəti xəyal məsafəsinin cisim məsafəsinə olan nisbətidir. Bu da 2-də 1-dir. Belə çıxır ki, D bərabər 2f-dir. Və D üstə gəl f isə bizə veriblər 180. Onda 3f bərabər 180-dır. F də bərabər 60-dır. Yəni, bura 60-dır. Burada qalır 120. Linzadan cismə qədər məsafə 120-dir. Xəyala qədər məsafə isə 60-dır. Linzanın fokus məsafəsi. Onu da hesablayırıq. 1 bölünsün 120 üstə gəl 1 bölünsün 60 bərabər 1 bölünsün f-lə. 1 bölünsün 120 üstə gəl. Burada da 120, burada 2 yazıram. F də bərabər olur 120 böl 3. Bu da eləyir 40. Yəni A. Başlanğıcda məsafə 10-dur, 50 olmağını istəyir. Onda demək ki, 40 metr yer dəyişmə etməlidir və nisbi sürətdəki eyni istiqamətdədir və cisimdən güzgü eyni istiqamətdə hərəkət edir. Onda nisbi sürət bunların fərqi ilə tapılacaq. 1 metr bölünsün saniyə. Zamanı da tapmaq üçün məsafəni böləcəyik sürətə, alacağıq 40 saniyə. Deməli, xəyalın xüsusiyyətlərinə baxsaq, düzünə və kiçildilmiş xəyal alınmışdır. Burada səpici linza mövcuddur. Belə. 5 nöqtəsi səpici linzanın yerləşdiyi nöqtədir. Fokus məsafəsi elə 2-dir. Uzantısı gəlib oradan keçir.
Daha sonra 4 xəyal məsafəsidir. 2 həm fokus məsafəsidir, həm də cisim məsafəsidir. Yəni cisim elə fokusun özündə yerləşib. Onda xəyal h-dır. Xəyalın hündürlüyü, cismin hündürlüyü 2h-dır. Xəyal məsafəsi bölünsün cisim məsafəsi. Buradan alırıq 2-də 1. D bərabər 2F. Onda F də bərabər D bölü 2. Yəni F bölü 2. Bunu biz nazik linza düsturu ilə də ala bilərik. Biz bildik ki, F bölünsün D bərabər 2-də 1-dir. Yəni D bərabər 2F-dir. Onda biz bu düsturu yazırıq. Səpəci linza olduğu üçün səpəci linza olduğu üçün xəyal məsafəsi də mənfidir, fokusu da mənfidir. Və oradan da alırıq D bərabər F. Paralel gələn şüa fokusdan keçməlidir. Optik mərkəzə gələn şüa gəldiyi kimi getməlidir. Və bu şüaların kəsişmə nöqtəsində cismin xəyalı alınır. 2F-dən uzaqda alınır. Elə ona görə də böyüdülmüşdür. Həqiqi və tərsinədir.